Maşallah, gül kimi oğlandı. Gözəl göyçək. Sənə də yaraşır, sən də ona yaraşırsan. Bax, sənə biraz söz deyəcəm. Ərk eləyib deyirəm ha, bax xala bala kimi. İnciməzsən ki. Söz verirsən, bax incimə ya. Yo, niyə incirəm? Ha sənə qurban olum. O Elnur nə idi ona vurulmuşdu, nə? Heç sənə layiq idi o. Hər dəfə görəndə ürəyim partlayırdı. İstəyirdim sənə deyim ki, ay qızım, o sənin tayındır. Yenə danışa bilmirdim, susurdum. Amma buna bax, Elnur hara, Hikmət hara. Gül kimi oğlandı. Hə, gəl sən mənim qulaq as yenə. Fürsətə əlindən vermə yenə. Get bu oğlanı ərə. Tərbiyəli, gözəl göyçək oğlandı. Özü də Allah çıxardı be onu sənin qabağına. Bəlkə elə özü başından vurub səni ki, gəl sev məni, mən də alım səni. Ciddi deyirsiniz? Əlbəttə qızım. Bilirəm, qoltuqlarda yaşayırsan, əzab-əziyyət çəkirsən, istədiyin kimi oturub dura bilmirsən. Ona görə Elnur'a getmək istəyirdin. Amma indi Allah sənin qabağına gül kimi qismət çıxardıb. Gəl sən get bu oğlana. Hə, nə deyirsən? İnanım sizə, hə? Laf ürəkləndirdiniz məni. Əlbəttə. Mənə bax. Heç kim bu dəqiqə, heç kim halına yanmır. Dərdinə yanmır. Hər kəsin öz ailəsi var, problemi var. Başı öz ailəsinə qarışıb. Hə, Düzdür. sən niyə tək qalasan, hə? Gül kimi oğlandı da. Fikirləşib eləməginən. Gəl, hə de ona Allah xoşbəxt eləsin. Get ona ərə. Yaxşı. Allah sizdən razı olsun. Hə deyəcəm. Ay sağ ol. Çox sağ olun. Allah razı olsun sizdən. Dəyməz. Bu nə sözdür ay qızım. Mən də qadınam. Gərək qadın qadını yaxşı başa düşsün. Dərdinə şərik olsun. Ona görə də deyirəm qızım. Sən heç fikirləşmə. Heç nəyi də götür qoy eləmə. Gəl get bu oğlana. Allah xoşbəxt eləsin səni. Allah bəxtini açıq eləsin. Özün öz qeydinə qal. Heç kimi fikirləşmə. Hə, düz deyirsiniz. Gedəcəm. Mən elə Hikmət ərə gedəcəm. Ayaz, nəsə istəyirsən? Yox, sağ ol. Yaxşına düşmür. Ayaz, səninlə söhbətim var. Mən onsuz da aşağı düşürdüm. Ne oldu bana? Niye böyle yürüyorsun? Ona o da azdı. Bir də ki, neynədim mən? Uşağımla danışmağa gəlmişəm. İstəyirəm ikimiz danışaq. Kənar adam olmasın. Ana Sevda kenar adam değil. Benim hayat yoldaşım. Ayaz, sən çox gözəl bilirsən ki, mən elə ilk gündən o qızı istəməmişəm. Bundan sonra da istəməyəcəm. Qutardı. Ana sen niye böyle yürüyorsun? Olmaz ha ana. Böyle olmaz ha ana. Ayaz, sən Allah bəsdir də. Boş verək bu söhbəti. Bu sevdanı qoy kənara. İndi ondan da vacib məsələmiz var. Əsmər məsələsi. Recep'le.
Tofiq əla deyə Tofiq. Əla. Sağ ol, səndən bir dənədir. Sən neynəmsən Tofiq, neynəmsən? Barışqam, sənin üçün gətirmişəm də. Mən bilirəm ki, sən meyvə xoşlayırsan, sonra da asartı. Meyvədən sonra da piçonlu. Ye, nuş elə. Həm özün ye, həm də ki, barışqalarımız. Çımuşlarımız yesin, canım mənim. Ye. Tofiq, belə şeylər ancaq kinolarda var idi. Kinolarda görmüşdüm, seriallarda görmüşdüm ki, əri öz xanımı üçün meyvəni, zadı, yeməyi, səri bəyini gətirir yataq otağına. Bizdə bir şey nə gəzir? Avropadadır, bir kino seriallardadır. Bir də sənin canın yanmasın, bizdədir bir də. Tofiq, sən mənim drakoşkamsan, drakonumsan. Amma çox mehribansan, çox safsan, sağırsan, çox təmiz uşaqsan, sən. Balaşqa, mən Rusiyyətdə bilirsən nə qədər belə şey eləmişəm. Orada qızlar ölürdü də məndən ötə. Nə Tofiq? Yox, Balaşqam, elə çaşdım. Mən demək istəyirəm ki, mən romantik oğlanam da. Ha? Mənim o Avropaski oğlanlardan nəyim əskidir? Heç nə, Tofiq, heç nə. Hamısından artıqsan sən. Mənim başıma dəysin. Onlar eləyir, mən də baxıb onlardan öyrənmişəm, kinolardan. Ha? Ye mənim canım, ye. Sənə vitamin lazımdır. Həm sənə, həm də çubuşlarımıza. Sən ye, qoy onlar da yesin. Nə olub ana? Ayaz, indicə bir söhbət eşitdim. Onu səndən danışmaq istəyirəm. Nə söhbət? Aşağıda Baharla Əsmər söhbət edirdilər. Əsmər ona deyirdi ki, nə bilim, o hikmətli nəzi bildi, ona gedin. Bahar da ona ağıl verdi ki, hə, get. Ha. Nə həyə, Ayaz? Hə, nədir? Sənin bu hələrin, mığlarına öldürdüyə məni. Sənə deyirəm ki, qız hikmətə ərə gedir. Ana gedir, getsin də laf yaxşı. Öz həyatı da özü bilər, kimə istəyir getsin də, mənə nə? Yazıq oğlan, işə bax, uşaq yazıq. Kimə deyirsən? Ayaz, mənim başım çıxmır, sənin fikrin hardadır? Sən bugün deyəsən məni eşitmirsən, ya da başa düşmürsən. Kimi deyəcəm ay bala, Elnuru deyirəm də, Elnuru. Ay bala, o yazıq uşaq bəyəm o qədədən pis idi, hə? Onun o hayasız anasından bacısı nə gündədir, hə? O oğlana ərə gedir. Bəs indi mən Solmaza nə deyim Ayaz? Nə deyim Solmaza? Bütün gün o arvad oturub ağlayır. Deyir Elnur bütün bu olanlardan sonra özünə gələ bilmir. Nə var Ayaz? Nədir? Niyə gülürsən? Elnur adam deyil. Elnur sevə bilməz. Elnurun qəlbi yoxdur. Yoxsa Elnuru sevə bilməzlər. Elə ələ salmalıdırlar. Onun hissi ilə oynamalıdırlar. Ana yox, mən onu demək istəmirəm. Mən tamam başqa şey fikirləşirəm. Nə fikirləşirsən Ayaz? Nə fikirləşirsən sən? Ana bildim, danışdın. Yəni hər şeyi başa düşdüm nə demək istəyirsən, amma bir şeyi başa düşmürəm ki, yəni bu Əsmərin o qədəyə ərə getməsinin mənə nə dəxli var ki? Yəni bunu mənə niyə deyirsən ki? Ayaz. Sənə nə deməyim? Daha heç nə Ayaz, heç nə. Başqa vaxt oturub deyirsən ki, Əsmərlə dostluq, yoldaşıq. İndi də mən gəldim səninlə danışım ki, əşi boş ver, heç nə Ayaz, heç nə. Ana. Daha dedim başa düşdüm. Heç bir şey. Ana, bu elə məsələdir ki, yəni bu işə qarışmaq olmaz. Olmaz, olmaz. Yaxşı Ayaz, yaxşı, qoy olmasın. Gəl. Narahat eləmirəm ki. Kişi, narahat. İlahi yoxdur ki. Yo, gedib uşağın dalınca gedib, uşağı görməyə. Danışdın qızla. Danışdım. Ha. Bu da bir himə bənd idi. Danışsın mənlə. Ha, nə dedi? Ürəyi dolu idi. Bir iki kəlmə danışan kimi açıldı, töküldü. Uzun sözün qısası. Hikmət ona evlilik təklif edib. Bu da fikirləşirdi ki, ona hə desin, yox desin, razı olsun, olmasın. Vallahi səy qızı səy, başdan xarab diye. Adıma deyən gərək, sənə bu yaşında belə bir oğlan düşüb, nəyə fikirləşirsən, get də. İndi nə dedi? Gedir ya getmir?
Hələ fikirləşirdi ki, gedim ya getməyim. Dedim, ay bala, Allah yolunu açıb, bəxtin açılıb. Get də, get qızım. Hadi lap yaxşıdır, geri get də. Deyir, amma oğlum, biraz narahatçılığım Ayazdan diye. O zəhrimar maşına görə aramızda söz-söhbət oldu. Bir balaca narazıçılıq oldu. Deyirəm birdən Allah eləməmiş, səni evdən çıxarmaq istəyərik. Kimi məni? Xala, nə danışırsan sən? Bu evdə qeydiyyatdayım mən. Deməmişəm sənə bəs. İlahi də üstəlik salmışam qeydiyyata. Heç kim məni buradan çıxarda bilməz, narahat olma. Onu da düz deyirsən. Nə bilim, ki, onu da fikirləşirəm də. Qələt eləyirlər, başlarını daşa döyürlər, ayaz qarışıq hamısı. Narahat olma xala. Allah səndən razı olsun. Sağ ol. Allah qorusun səni, ay bala. Amin, amin inşallah, amin. Mənim gözəl balam. Salam əleyküm. Əleyküm salam. Mənim sizə bir-iki kəlmə sözüm var. Söz. Siz keçək içəridə danışaq. Yox, ehtiyac yoxdur, elə burada danışarıq. Eşidirəm, buyurun. Nə söz? Mən bilmək istəyirəm, mənim oğlumdan nə istəyirsiniz? Biz? Bəli, siz. Əmrah çox saf, təmiz uşaqdır. Siz də onun başına corab hörürsünüz. Başa düşmədim. Bu nə danışıqdır, hə? Siz ağzınıza gələni niyə danışırsınız ki? Düz deyirəm də. Gah oğluma ev təklif eləyirsiniz, gah nə bilim min cür dirə tutursunuz. Mən sizin üçün uşaq böyütmüşəm, oxutmuşam, təhsil vermişəm ki, axırda sizin qızınız onu qamarlasın. Mənə baxın. Siz lapağını çıxartdınız ha. Düz deyirəm də. Uşağı lap yoldan çıxartmısınız. Bəlkə o başa düşmür, cavandır. Siz ki anasınız, bilməlisiniz, qızınızı başa salın. Mən bu evliliyə razı deyiləm. İmkan verməyəcəm onlar xoşbəxt olsunlar. Mənə baxın xanım. Sizə elə gəlmir ki, siz başınızdan böyük danışırsınız, hə? Yox, elə gəlmir. Hı. Əslində mən çox əsəbiyəm. Özümü biraz cilovlayıb danışıram. Biraz nəzakətlə danışmağa çalışıram. Siz heç ona layiq da deyilsiniz. Mənə bax xanım. Birincisi. Siz bu qapıya yalvara elçiliyə gəlmişdiniz ki, bizdən hə cavabını alıb qızımızı alasınız. Deyəsən bunlar sizin yadınızdan çıxıb ha. Bir dənə yaddaşınızı təzəliyin zəhmət olmasa. Bax mən sözümü dedim. Mən imkan verməyəcəm onlar xoşbəxt olsunlar. Siz də qızınızı qoyun qabağınıza yaxşı-yaxşı başa salın. Başa sala bilməsəz özüm onunla danışaram. Sağ olun. Necə mənim əsəblərimlə oynayırlar. Uf, ay su. Gör bizi sən gətirib kimlərə calayırsan. Az bunlar adamdır ki ya, sabah da səni yola versinlər. Adamdır bunlar. Sən bir insanda həyasızlığa, abırsızlığa bax da. Min dəfə demişəm, yumşaq peçeyini al. Oy, əli boş niyə gəlmişsən az? Nə verirdi paştalyon? Paştalyon deyil, olmaz, paştalyon deyil. Kim idi be? Səncə, Əmrahın anası. Bu. O niyə gəlmişdi? Onu görüm sağ gəlməyəydi, olmaz. Heç görüm onu sağ salamat gedib evinə də çıxmasın. Az nə olub? Heç nə. Gəlib mənə deyir ki, mənim oğlumdan deyir, əl çəkin. Gör sən bu insandakı hayasızlığa bax ki, kör gəlib mənə nə deyir. Niyə elə deyirmiş? Az mən nə bilim gicdir, dəlidir, mən nə bilim niyə elə deyir. Deyir ki, oğlumu deyir ələ almaq üçün ona deyir ev söz vermişsiniz, ev kimi biziz olmaz. Gördün? Sizə bu da azdı. Mənim ondan elə əvvəldən gözüm su içmədi. Yandırdı yeməniyə görə sözündən belə çıxır ki, biz indi Aysunu bunun oğluna məcbur sırıyırıq. Bir eləyəydin də. İnan olmaz eləmək istəyirdim, amma o əsəbdən ağlıma gəlmədi.
Amma sözümü dedim. Sözümü dedim ona. Dedim ki mənə bax, gəlib mənim qapımda qışqır bağır salmaqla deyil ha. Nə tez yadımızdan çıxdı. Qapıma elçi gələn də siz idiniz, mənə minnətçi düşən də siz idiniz. Ha, dedim hamısını. Əcəb oldu sizə. Yaxşı oldu, gözünə dönüm elə onun. Qoy sizə belə qəşəng dərs olsun. Gülküm oğlan idi də Teymur, gətirmişdim. Qəşəngcənə də toy eləyib aparacaqdılar. Nə oyun çıxartdınız ha sanalı balalı? Bəyənmədiniz. Solmaz Allah'ın olsun da. Az Allah'la danışda kim bəyənmədi Solmaz hə? Az mən yazıq dördüm, daha dildən boğazdan düşdüm Aysun'u yola gətirmək üçün. Neyiniyim? Bəyənmədi də qızım, bəyənmədi. Görmədin nə hokka çıxartdı burada? Aynur incimə. Amma onu hokka çıxarmağı var idi ha. Onda sənin də əlin var idi. Solmaz. Bax sənə deyirəm, dədəmin görünə and olsun ki, mənim heç nədən xəbərim yox idi Solmaz. Onlar hamısı bax bu Nərminənin düz qoşları idi. Az mənim qızım Zita Gita bilib tanıyırdı ki, mənim o başıboş qızımın işi ancaq telefonda nə bilim o butısıdır, nə bilim az hip hopdur, nə bilim upsu bir gic-gic şeylər, belə şeylərə baxır da. Yaxşas, mərfətin olsun, söz söyle. Qız eşitdiyimi deyirəm. Yaxşı, nə oldu bə? Heç nə olacaq? Bax, Solmaz, bilirəm mənə inanmırsan, amma bax sənə deyirəm, mən özüm uşağımın o əmraha getməsinə razı deyiləm. Əvvəldən razı deyildim. Amma neyniyim? Mən bu hayasızım. Getdi babası ilə danışdı, girdi qılığına. Kişidən nəvəsindən razılığa gəldilər. Hə? İndi mən o kişinin qabağında nə deyim? Onun sözünün qabağında mən neyniyim? Sonra çarəsizəm. Az bir dayan deyim də neyinə. Bax, sən nə qədər kişiyə otur, hər şeyi danış, bir də danış. Ağlından başdan sakitçiliyinə, belə hörü-hörülüklə yox. Denən ki, bax, hal qəziyə budur, məsələ budur. Evin kişisi də böyüdür. Hər şeyi qoy əvvəlcədən bilsin ki, bir hadisə olanda bilsin nə təhər cavab vermək lazımdır. Ağsaqqaldır da, bilməlidir ki, bu evdə nələr baş verir. Bildin? Düz deyirsən, Solmaz, düz deyirsən. Mütləq Mədəd kişi ilə danışmaq lazımdır. Qoy gəlsin, mən danışacağam. Hə, hər şey bax danışa, heç nəyə gizləmə. Denən ki, bax mənim gəldilər qapıda, belə abrımı ətəyimə bükdülər, getdilər. Bala, sən qızı versən bu qaynanıya, toydan sonra o qaynana çalacaq nağara. İnanırsan ki, Solmaz. Bax, istəmirəm ona görə elə ifritə qaynana olan evə mən qız vermək istəmirəm. Düz deyirsən, qoy kişi gəlsin, ən yaxşısı mən hər şey ona olduğu kimi danışım. Görürsən. Gəl içəri. Əsmər. Nə olub, nə söz söhbətdir bu? Hı? Nə məsələdir? Başa düşmədim. Nəyə başa düşmədin? O oğlana deyirəm, eşitdim, hələ geç sanma. Hə, Əsmər? Hikməti deyirsən. Hə, hikmət nə zibildir, bax onu deyirəm, nə məsələ deyirəm. Niyə qarışırsan, hə? Niyə qarışırsan? Əsmər, mən qarışma, Əsmər, mən demək istəyirəm ki, sən, nə bilim, gah Elnura ərə gedirsən, gah, nə bilim, fikrimi dəyişirsən, o hikmətdir, nə zibildir, ona ərə gedirsən. Nə olub, nə məsələdir də? Özünə hörmət qoydu, ay qız. Mən elə gəlir biz bu barədə danışmışdıq. Hə, danışmışdıq, amma görürəm ki, sənin o söhbətdən ağlın heç nə kəsmədi, başına heç nə yerləşmədi. Əsmər, mənə belə baxma. Aya, sən kimsən? Hə? Kimsən də sən? Hə? Sən kimsən mənim həyatıma qarışasan, hə? Gedib gəlib niyə mənim şəxsi həyatıma qarışırsan? Niyə mənim həyatıma qarışırsan, hə? Kimsən sən? Kiməm mən? Mən kiməm? Mən? Hə? Əsmər, mən Eldarın atasıyam. Mən istəmirəm Eldar getsin başqasının evində, başqasının
damın altında yaşasın. Bildin? Əsmər, bax sənə deyirəm. Özün hara istəyirsən get. Get. Cavan qadınsan, başa düşürəm səni. Ərə getməlisən. Səni qınamıram. Amma o mən sənə Eldarı verməyəcəm. Eldar burada qalacaq. Salam ay Mədət dayı. Gəlmisən ha? Elə indi gəldim. Mədət dayı, mənim sənə sözüm var. Daha doğrusu bir məsələ haqqında məsləhətləşmək istəyirdim sizinlə. Aynur, elə yorulmuşam. Əgər belə çox vacib deyilsə, bir dənə çay gətir, çay içsə söhbət edir. Yaxşı? Yaxşı, oldu Mədət dayı. Necə yəni uşağı vermirəm? Hə? Necə yəni uşağı vermirəm? Vermirəm, Əsmər. Eldarı vermirəm sənə. Sən özün gel, amma Eldar burada qalacaq. Necə yəni Eldar burada qalacaq, hə? Mənim uşağım burada qala bilməz, başa düşürsən? O necə olan şeydir? Necə olan şeydir, Əsmər? Deyirəm ki, sən get ərə. Sənin heç kim qabağını kəsmir, amma Eldar getməyəcək. Yenə deyirəm, mən istəmirəm uşaq kiminsə evində böyüsün, kiməsə ata desin. Yaxşı. Bu dəfə belə olsun, hə? Olsun. Amma mənə bir şey maraqlıdır. Laf tutaq ki, mən uşağı burada saxladım, çıxdım, getdim ərə. Bəs sən evdəkilərə, Sevdaya, anava nə cavab verəcəksən, hə? Nə cavab verəcəksən? Adama deməzlər, bu uşağın anası cəhənnəm olub çıxıb gedib ərə. Bu uşaq niyə burada qalır? Niyə özü ilə bir yerdə rədd edib aparmayıb, hə? Nə deyəcəksən? Əsmər, mənə maraqlı deyil heç kimin fikri, düşüncəsi. Nə istəyirlər, onu da fikirləşsinlər. Ayaz. Əsmər, dedim ki, mənə heç kimin fikri maraqlı deyil. Maraqlı deyil. Yaxşı. Tutalım mən Hikmətə yox dedim. Sonra necə olacaq? Sən nənəmi? Tutaq ki, mən o adama yox dedim. Sonra necə olacaq? Cavab ver də. Görsən susursam. Həmişəki kimi susursam. Sus. Ömrümüzün axırına kimi sus. Bu sanda. Bu sanda Ayaz. Bundan artıq bir şey deyilsən ki. Bu sanda. Özün də bilirsən ki, busan bundan artıq bir şey deyilsən. Ayaz, nə olmuşdu? Heç. Boş şeyler. Necə boş şeydi ki? Cənnət xala Ayaza sözüm var deyib məni otaqdan çıxartdı. Cənnət xala yəqin bunu elə belə eləməzdi Ayaz, hə?
bilirsən niyə gəlmişdi? Yox, Ayaz, bilmirəm. Elə bilmədiyim üçün də soruşuram da, nə olmuşdu? Heç anam da gəlib deyir ki, bəs siz Əsmərlə bir yerdə oxumusunuz, yaxınsınız. Hə, oxumuşuq. Nə olsun? Bunun sənə nə aidiyyəti var? Nə bilim, şikayət edir də mənə. Deyir, deyir ki, bu Əsmər niyə Elnura getmədi ki ərə? Gül kimi oğlan deyirlər. Onu başa düşdüm ya Ayaz. Bunun sənə nə aidiyyəti var? Sənə niyə deyir bunları? Nə bilim, güya deyir ki, yazıq olmaz fikirləyir, nə bilim, gözünün yaşı qurumur. Güya nə bilim, Əsmər deyir, dilindən düşmür. Gör. Sonra deyir ki, bəs Əsməri başa sal. De ki, Elnura ərə getsin. De ki, Elnur Hikmətdən yaxşı oğlandı. Sən? Hə də mən. Ayaz, sən ananın deyəsən işi gücü yoxdur. Sevda indi yaşlı adam deyir də. İndi onun sözü ilə kim ərə gedir, kim boşanır ki? Əlbəttə heç kim. Mən ümumiyyətlə bu arada Əsmərlə danışmayacağam. Əlbəttə ki, Ayaz, əlbəttə danışmamalısan. Sən özün ağıllı adamsan. Özün bilirsən. Kimə nəyi demək lazımdır, nəyi demək lazım deyil. Həm də ki, bu sənin nəyinə lazımdır? Hə? Heç nəyinə. Düzdür? Düzdür, Ayaz. Hə, əlbəttə düzdür. Nəysə. Buyur Mədət dayı. Ay sağ ol, ayım, sağ ol. Hə, Aynur, danış, görüm nə demək istəyirdin? Ay Mədət dayı. Heç bilmirəm necə danışım, necə deyim. Elə pis olmuşam ki. Nə olub baxı? Nəsə oldu? Salamatçıl oldu? Hayır, salamatçılıq olmalı salamatçılıqdır. Amma bu uşağın Aysunu deyirəm, onun bu məsələsi, problemi mən narahat edir. Şimdi biz Aysunun məsələsini söhbət elədik də. Nə söhbət eləmək istəyir, mən başa düşmürəm. Bu oğlan ki var ha, Əmrah. Ha, Bugün onun anası gəlmişdi bura. aha. Niyə? Xeyir ola, elçiliyə gəlmişdi. Yox, nə elçilik. Əksinə, gəlmişdi desin ki, mən narazıyam. Qızımız Aysunu oğluma istəmirəm. Narazıçılığını eləməyə gəlmişdi. Ha, ona. Allah'ına şükür eləsin, axmağınız axmaq. İnanırsan ki, Mədət də arsız üzümə qayıdıb deyir ki, sizin deyir nə marağınız var ki, mənim deyir oğluma deyir ev vəd edirsiniz, ev söz verirsiniz. Sonra mənim işimə gözümə bakayım. Nə axmaq adam önündə yaxamlar mənim. Və sən nə dedin ona? Düzdür, mən necə lazımdır cavab verdim, sakit durmadım. Elə bir söz dedim ki ona, inan Allaha ki, Mədət dayı düppədüz getdi, heç arxasına çönüb bircə kəlmə də demədi. Ha, Dedim ki, nə dedin? elə bir ki dedim bu qapıya siz gəlmişdiniz, elçidə siz düşmüşdünüz, Aha. qızımın razılığını da siz istəyirdiniz, almaq istəyirdiniz, minnətçi siz düşmüşdünüz də. Biz ki sizin qapımıza gəlib deməmişdik ki mənim qızımı al. Ay sağ ol, düz deyibsən. Hə, Əla deyibsən. Elə belə də lazımdır ona. bu biri tərəfdən də indi solmaz məndən inciyir. O Deyir nə ki, deyir? heç bu uşaq var idi Teymur. Ha. Yadınıza gəlir. Hə. Deyir ki, gül kimi uşaq idi da o Teymuru deyir bəyənmədiniz. Getdiniz yapışdınız bundan. Bu da deyir bax. Siz elədiyinə bax. Ay Aynur, belə olmaz adamı o qızı istəmədiyi yerə ərə vermək olmaz. Hansı zamanədə yaşayırıq biz, hə? Şimdi belə şey olur, qız istəməyə götür ver birənə, sonra bədbaxt olsun, bir gün verginə sabah boşansın evə gəlsin. Belə şey olar, hə? Bilirsən nə var? Mən
bu nəvəmi. İstəmədiyi adama ərə verə bilmərəm. Həm də onu kim istəmirsə ora verə bilmərəm. Düz deyirsən, Mədəd dayı. Hələ bu Əmrahın anası mənə deyir ki, mənim deyir, razılığım olmadan deyir, bunlar evlənsələr də mən deyir, onlara imkan verməyəcəm xoşbəxt olmağa. Deyir, onların gününü deyir, göy əskiyə biləcəm. Mən elə evə, elə qaynanalı evə uşaq verərəm. Olmaz. Heç mən də razı deyiləm. Qələt edir. Əsəbləşmə, ay Mədəd dayı, əsəbləşmə qurban sənə. Yaxşı, necə eləyək bu Aysunun məsələsini? Dedim, bir sizinlə məsləhətləşim də, siz nə söz eləyək? Mən özüm sən narahat olma, oyna, söhbət eləyərəm uşağı, başa salaram. Hə. Mənim işimə yüzümə baxayım. Ha, atca ona səni. Yaxşı, Mədəd dayı, mən indi çağırım Aysunu, danışırsınız. Yo. Mən özüm gedim onun yanında söhbət eləyərəm. Yəni, ya da indi yox, qoy, saxlayaq sabah indi, uşağın qanını qaratma gecə ilə. Sabah səhər özüm danışarım. Düz deyirsən, Mədəd dayı, sən necə deyirsən, elə olsun. İçin çayımızı soydum, için. Gətirmisən? Cavab desən də. Hələ həmişək. Dəqiq. Bir görüm. Rasim yenə də. Məsələn, sən də uzatma da. Dedim, həll eləyəcəm də, narahat olma. Danışdıq da o barədə. Bayağı Rasim onu həyətdə gizlətdi. Mən də pəncərədən gördüm. Sonra aranı sakitliyə salıb gedib çıxartdım, gizlətdim. Dedim, sən gələndə sənə göstərim, baxıb görəsən nədir. Həm də bilərsən ki, sən bu evdə kimi saxlayırsan. Ev, doğrudan ev. Mənim sənə qarşı münasibətim başqa idi. Hamı savurdu yerə. Bax, belə mənim əziz qardaşım. İndi şələ küləvi yığ, rədd ol, get mənim evimdən. Onsuz da bizdə heç nə alınmır. Əsmərin uşağı var ha, oğlu, Eldar. Bax, o Eldarın atası sənin ərin Ayazdır.